Sizə gözəl proyekti olan bir mənzili təqdim edirəm. Mənzil də təzə təmirlidir. Təmirdən də sonra yaşayış olunub. Yeni tikili binada yerləşir, İnqilabdadır, Tibb Universitetinə yaxın ərazidə. İndi mən mənzildə olan hər bir şeyi, hər bir detalı sizin nəzərinizə çatdıracağım. Siz də videonun sona qədər izləyin. Mənzil haqqında da fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Bura deməli başlayırıq giriş hissədən. Bura bizim giriş qapımızdır. Geniş giriş hissəmiz var. Onu nəzərinizə çatdırın. Bura rahatlıqla şkafınızı yığa bilərsiniz. Yəni hər bir şərait var. Onun üçün girişdə işıqlandırmada düsturdan istifadə olunub, əlavə olaraq gizli işıqda yerləşdirilib. Dediyim kimi gözəl proyekti var. Yel çəkən, yəni skvaznoy mənzildir. Hər iki istiqamətdə baxır. İndi izah eləyəcəm necə. Sənədlərdə qaydasındadır. Çıxarış, yəni kupça da var. İpotekası təsdiqlənmiş müştərilər də müraciət edə bilərlər. Başlayaq otaqlardan. Bura bizim qonaq otağıdır. Ölçüsü yaxşıdır. Bu gördüyünüz divan dəsti də qiymətə daxildir. Sadə, gözəl bir mənzildir. Ümumi olaraq göstərirəm. Mərkəzdə lüstrumuz var. TV, internet çıxış burada. Nəzərə alınıb kondisionerlərin yeri hamısı qoyulub. Hazırdır, yəni şəxsi istifadə üçün təmin olunmuş mənzildir. Onu nəzərinizə çatdırım. Və burada nəyimiz var? Mənzil nəzərə çatdırım ki, 2 otaqdan 3 otağa düzəlmədir. Ona görə mətbəx isə burada yığılıb. Qonaq otağından belə sürgülü şüşə qapı ilə ayrılır. Yeni mətbəx möbelimiz yığılıb. Burada da görürsünüz şkaflar çoxdur. Tam axıra kimidir. Gəlin göstərim. Yəni dərinlik də çox yaxşıdır. Bütün əşyalarınızı tam rahatlıqla yerləşdirə bilərsiniz. Soyuducu qoyulub burada. Hazırda o da qiymətə daxildir. Belə deyim, gəlin bu hissəni də göstərim. Yəni tam hazır mənzildir. Sadəcə əşyalarınızı yerləşdirib yaşaya bilərsiniz. Şkaf da çoxdur. Burada belə bir şüşədən istifadə olunub. Bu da əlavə gözəllik verir ümumiyyətlə. Bu hissəyə də 3-4 nəfərlik masanızı tam rahatlıqla yerləşdirə bilərsiniz. Buranın işıqlandırmasında isə spotlardan istifadə olunub. Yine gizli işıqda yerləşdirilib. Burada yerləşir mənzilin sanitar qovşağı. İçərisi kifayət qədər genişdir. Yəqin ki, videodan da hiss edirsiniz. Geniş ölçülü duş kabinimiz yığılıb. Bütün aksesuarlarla təchiz olunub. Burada belə gözəl moydadırımız bu hissədə. Şkaflar yığılıb. Bütün əşyalarınızı yerləşdirmək üçün və bura təbii ki, isti döşəməklə təchiz olunub. Burada yerləşir mənzilin əsas yataq otağı. Ölçü olaraq genişdir. Yəni demək olar qonaq otağı ilə eyni ölçüyə malikdir. Burada mən sizə yerləşməni nəzərinizə çatdırım. Taxtın yeri bu hissədə nəzərə alınıb. Görürsünüz, TV, internet çıxış isə əks tərəfdədir. Və burada da yenə kondisionerin yeri qoyulub hazırdır. Yəni sadə təmirdir, şəxsi istifadə üçün təmir olunmuş bir mənzildir. Keçək, mən sizə göstərim ikinci yataq otağını, sonra mənzilin qiymətini və digər məlumatları nəzərinizə çatdıracağam. Burada yerləşir mənzilin ikinci yataq otağı. Digər yataq otağına ölçü olaraq biraz balacadır. Yerləşmə isə belədir. Taxtın yeri bu hissədə nəzərə alınıb və buradan mənzilin eyvanına çıxış var. Geniş eyvanı var, onu nəzərə çatdırım. İstilik sistemi kombidi aparat da quraşdırılıb. Görürsünüz, hazır vəziyyətdədir. Belə mən mənzildə olan demək olar hər şeyi sizin nəzərinizə çatdırdım. Məlumatlar deyim yerləşir İnqilabda, Tibb Universitetinə yaxın, asan xidmətə yaxın ərazidədir. Yeni tikili binada yeni təmirli və təmirdən də sonra yaşayış olmamış 2 otaqdan 3 otağa düzəlmə mənzildir. Ölçüsü 100 kvadratdır. Yerləşir 3-cü mərtəbədə. Sənədləri qaydasındadır, çıxarışı, yəni kupçası da var və mənzil gördüyünüz şəkildə satılır. Start olaraq da qiyməti 320 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.